Dünən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani dünya müsəlmanlarına və İslam dövlətlərinə 6 bəndlik məktub ünvanlayıb. O, Amerika Birləşmiş Ştatları və İsrailin ölkəsinə hücumunun İranı parçalamaq məqsədi ilə həyata keçirildiyini vurğulayaraq, İran xalqının öz müqaviməti ilə düşməni çıxılmaz duruma saldığını iddia edib və yazıb. Bilirsinizmi ki, nadir hallar. O da yalnız siyasi səviyyədə olmaqla nəzərə alınmazsa, İslam dövlətlərindən heç biri İran xalqına kömək etmədi. Larijani daha sonra İslam ölkələrini sərt bir formada qınayaraq əlavə edib ki, İran dırnaqarası böyük və kiçik şeytana, yəni Amerika Birləşmiş Ştatları və İsrailə qarşı müqavimət yolunu davam etdirir. Amma İslam dövlətlərinin davranışı Peyğəmbərin əgər bir müsəlmanın fəryadına cavab verməsəz müsəlman deyilsiz sözləri ilə ziddiyyət təşkil etmirmi? Bu necə müsəlmanlıqdır? Ardınca İran rəsmisi müsəlman ölkələrini tərəfini müəyyən etməyə, Amerika Birləşmiş Ştatları və İsrailə etimad etməməyə, İslam dünyasının gələcəyini düşünməyə və ümmətin vəhdətini təmin etməyə çağırıb. İranın düşdüyü vəziyyətdə bu çağırışların niyə edilməsini başa düşmək mümkündür. Amma Əli Larijani çox savadlı və təcrübəli bir şəxs kimi bunu bilməmiş deyil ki, müasir dünya siyasəti dini mənsubiyyət əsasında yox, dövlət mənafeləri və geosiyasi maraqlar əsasında həyata keçirilir. Necə ki, İran özü də bunu edib və edir. Yoxsa İran Qarabağ savaşında müsəlman və əhalisinin əksəriyyəti Şiə məzhəbindən olan Azərbaycanı qoyub niyə Ermənistanı müdafiə edirdi? 30 il ərzində bütün vasitələrlə erməni işğalının doğurduğu status quo-nun saxlanmasına niyə çalışırdı? Həmin dövrdə regionun geosiyasətini o qədər də bilməyən bir çox xarici ekspertlər İranın öz həmməzhəblərini qoyub xristian dövlətin tərəfində durmasını heyrətlə vurğuluyurdular. Əlbəttə, ölkələrin hansı dinə aid olması onların üzərinə öz dindaşları ilə həmrəylik yönündə mənəvi bir vəzifə qoya bilər. Amma gəlin görək, İran İslam Respublikası təqribən yarım əsrlik mövcudluğu dövründə bu mənəvi borcunu necə yerinə yetirib? Onun regional siyasəti və ambisiyaları İslam dünyasının birliyinə, yoxsa parçalanmasına və bölünməsinə xidmət edib. Və qətiyyən məmnunluq doğurmayan bu tarixi təcrübə müqabilində İranın müsəlman ölkələrini qınamağa haqqı çatırmı? Yenə Azərbaycanın nümunəsinə qaydaq. İranın mərhum ali rəhbəri Ayətullah Əli Xameneyinin İslam torpağı adlandırdığı Qarabağın işğaldan azad edilməsindən sonra açıq-aşkar Ermənistanın müdafiəsinə qalxan İran deyildimi? Müharibədən sonra İrandan Azərbaycanın ünvanına səslənən hədələr və ittihamlar, Araz sahilində Azərbaycana meydan oxumaq tərzində hərbi təlimlərin keçirilməsi, Zəngəzur dəhlizi ilə bağlı ən ali səviyyədə, o cümlədən Xameneyinin özü tərəfindən dilə gətirilən təhdidlər yaddan çıxmayıb. İranın bu davranışı kontekstində Laricaninin verdiyi sualı onun özünü ünvanlamaq daha düzgün olar. Bu necə müsəlmanlıqdır? Yoxsa İran Peyğəmbərin buyruğuna əməl edərək Xocalıda erməni vəhşiliyi nəticəsində naləsi ərşə ucalan müsəlman qadın və uşaqların fəryadına yetişmişdi? Əlbəttə yox. Həmin vaxt İran hakimiyyəti Cənubi Qafqazın bulanıq sularında öz balığını tutmaqla məşğul idi. Bizim günlərə gələk. Amerika Birləşmiş Ştatları İsrail cütlüyünün İrana hərbi hücumundan sonra rejim təkcə özünü müdafiəyə qalxmadı, həm də qonşu müsəlman dövlətlərini bir-birinin ardınca hədəfə almağa başladı. Hətta sona qədər İrana qarşı hərbi əməliyyatların qarşısını almağa var gücü ilə çalışan Oman Sultanlığını da. O cümlədən müharibə başlayandan bəri aydın neytrallıq nümayiş etdirən, faktiki olaraq öz bəyanatları ilə müharibənin əleyhinə çıxan və diplomatiyanı müdafiə edən Türkiyə və Azərbaycanı da raket dron zərbələrinə məruz qoydu. Larijani deyib ki, İranın Azərbaycanla işi yoxdur. Elə isə İran dronlarının Naxçıvandakı mülki hava limanında və uşaqlarla dolu orta məktəbin yanında nə işi vardı? Hadisədən təqribən 2 həftə keçib, amma İran tərəfdən bununla bağlı heç bir aydın izahat yoxdur. Larijanidən və onun kimi düşünənlərdən fərqli olaraq, İran prezidenti Məsud Pezeşkiyan raket və dron zərbələri ilə İslam həmrəyliyi çağırışlarının daban-dabana zidd olduğunu yaxşı anlayır. Bu üzdən o, həmin zərbələrə görə qonşu ölkələrdən üzr istədi. Bunun dayandırılacağını vəd etdi. Amma üstündən bir neçə saat keçməmiş Pezeşkiyanı dediklərinə peşman etdilər. Qonşu ölkələrə endirilən zərbələr nəticəsində alışıb yanan, püstüsü göyə ucalan binalar və müəssisələr fonunda İran tərəfdən İslam dünyasının gələcəyini düşünün. Çağırışı absurd səslənmirmi? Larijani müsəlman ölkələrindəki Amerika Birləşmiş Ştatları bazalarının yığışdırılması zərurətindən danışıb. Regiondakı Amerika Birləşmiş Ştatları hərbi bazalarını bağlamaq, bölgədən Amerikanın ayağını kəsmək çağırışı İranın yeni rəhbəri Ayətullah Müctəba Xameneyinin bir neçə gün öncə yayılan ilk müraciətində də əksini tapıb. Amma axı Amerika Birləşmiş Ştatlarının regiona ayaq açmasına səbəb olan və buna kömək edən ölkələrdən biri elə İran olub. Ortada faktlar var. Rəsmi Tehran Amerika Birləşmiş Ştatlarının 2001-ci ildə Əfqanistana, 2003-cü ildə İraqa hərbi müdaxiləsində onunla əməkdaşlıq edib. Hətta ona istiqamət verib. İran Əfqanistana hücum zamanı hava zərbələrinin endirilməli olduğu nöqtələrin xəritəsini Amerikalılara təqdim edib. İran hakimiyyətinin Amerika Birləşmiş Ştatlarına qarşı
dönməz mübariz kimi təqdim etdiyi general Qasım Süleymani, hazırki müharibədə İran silahlı qüvvələrinə rəhbərlik edən digər bir Sepah generalı. Yahya Rəhim Səfəvi Amerikalı general Tommy Franksla birgə Talibana qarşı əməliyyat planlaşdırıb və həyata keçirib. İraqa müdaxilə ərəfəsində İran və Amerika Birləşmiş Ştatları nümayəndələri arasında danışıqlar baş tutub və Vaşinqton İraqa hücumu Tehranın dəstəyini aldıqdan sonra başlayıb. Kimin buna şübhəsi varsa, Amerika Birləşmiş Ştatlarının Əfqanistan və İraqdakı keçmiş səfiri Ryan Croker'in, Amerika Birləşmiş Ştatları prezidentinin Əfqanistan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın kitablarına baxsın. Onların məqalə və müsahibələrinə göz yetirsin. Əfqanistandakı Taliban hakimiyyətinin, İraqdakı Səddam Hüseyn rejiminin siyasi xarakteri və mahiyyəti öz yerində. Amma bu ölkələrdə Amerika Birləşmiş Ştatlarının zərbələri nəticəsində axan qanlar müsəlman qanı deyildimi? Əli Larijani İran hakimiyyətində ən məlumatlı şəxslərdən biri kimi Amerika Birləşmiş Ştatları ilə İran arasında bu gizli açıq əməkdaşlığın ən incə məqamlarından da xəbərdardır. Odur ki, bugün İslam ölkələrinin heç biri İrana kömək etmədi deyə başqalarını qınamazdan qabaq özünə və həmkarlarına bu sualı verməli idi. Biz nə etdik ki, bizə kömək edən olmadı?